normal ünsiyyət və qarşılıqlı anlaşma. Komandaçılığın qurulmasında, komanda ruhunun formalaşmasında ən önəmli faktorlardan biridir. Normal ünsiyyət və qarşılıqlı anlaşılma. Komanda üzvləri arasında lazımi şəkildə kommunikasiyanın qurulması. Və qeyd etdiyim kimi, ola bilər ki, komanda üzvləri hamısı peşəkarlardan təşkil olunub. Amma hərəsi özü üçün nə edir? Bir dünya yaratıbsa, orada ki, komandaçılıq ruhu yoxdursa, onda nə olur? Dediyim kimi, siz ola bilər çox mükəmməl HR'sınız. Siz ola bilər komandanın daxilində çox mükəmməl satış idarəçisiz, logistika mütəxəssis. Amma arada əlaqə olmayandan sonra, kommunikasiya olmayandan sonra ümumi işə artıq nə olur? Bir yerdən sonra nəticə yönlü iş görə bilmirik biz orada. Çünki kommunikasiya yoxdur. Sən HR-san, mənə lazımi şəkildə bir işçi götürməlisən, düzdürmü? Məndən soruşmursan, maraqlanmırsan, öz bilik bacarığına görə, öz tələblərinə görə, beyindəki düşüncələrinə görə müəyyən bir personal alıb verirsən mənə ki, sən buna çalışmalısın. Baxırsan ki, bu sənin işə uyğun gəlmir. Yəni o komanda necə qurula bilər orada? Və ya